Azərbaycanda yağan qar Respublikanın bəzi bölgələrində müəyyən fəsadlara yol açıb. Şimal bölgəsində də müşahidə olunan qarlı, şaxtalı hava yollarda hərəkəti məhdudlaşdırıb. Əməkdaşımız Aytəkin Alxaslı Qubadan xəbər verir. Son günlər şimal bölgəsində müşahidə olunan qarlı şaxtalı hava şəraiti yollarda problem yaradıb. Gecə saatlarında düşən şaxta yolların buz bağlamasına səbəb olub. Bölgənin bütün magistral yolları buz bağlayıb. Ən kritik vəziyyət isə Bakı-Quba-Rusiya sərhədi yolunda yaranıb. Bu səbəbdən gücləndirilmiş rejimə keçən Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları nəqliyyat işçiləri ilə birlikdə yolda təhlükəsizlik tədbirləri apararaq əraziyə qum, duz tökülməsini sürətləndirir. Yolların bu buzlu, qarlı olmasına baxmayaraq, yol polis xidməti öz işini görür, yəni bu yolun təmizlənməsində öz köməliyini göstərir. Son 3 gün ərzində hava şəraiti çox soyuqlu keçir. Biz sürücüləri belə hava şəraitində çox ehtiyatlı olmağa çağırırıq. Bugünkü gündə biz öz köməkliyimizi göstəririk, yol istismar idarəsi ilə birlikdə və sürücülərə də bugünkü gündə ehtiyatlı olmağı tövsiyə edirik. Bölgədə ən çox qar 13 sm olmaqla Qubanın Rustov Təngəaltı ərazisinə düşüb. Həmçinin Qubanın dağlıq yaşayış məntəqələrində 16 dərəcə şaxta müşahidə edilib. Bu səbəbdən dağ yolları da buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşıb. Nəqliyyat Nazirliyinin 6 saylı yol istismar idarəsinin 12 ağır qum, səpən və qar təmizləyən texnikası buz bağlamış yollara çıxarılıb. Yol polisləri isə sürücülərə ehtiyatlı olmaqla yanaşı imkan daxilində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.